Salam əziz şagirdlər və valideynlər, hər birinizi xoş gördük kanalımda. Bugün yine 5-ci siniflər üçün DİM test toplusundakı tapşırıqları birlikdə həll etməyə davam edəcəyik. Artıq səhifə 108-dəyik. Bugünkü mövzumuz adi kəsirlərin toplanması və çıxılmasıdır. A variantına baxırıq. Bir də deyir ki, cəmi hesabla. Baxırıq ki, üçün də məxrəci fərqlidir. Bunları ortaq məxrəcə gətirir. Ortaq məxrəcə gətirmək üçün biz əkoblarını bilməliyik. 4, 6 və hər ikisinə bölünən ən kiçik ədəd 12-dir. Birinci kəsrim tamamlayıcı vurğu 3-dür. 4-ü 3-ə vuranda 12 edir. 6-nı 2-yə vuranda 12 edir. 2-ni isə 6-ya vuranda 12 edir. Sürətləri də buradakı ədədlərə vuracaq. 3-ü 3-ə 9. 5-i 2-yə 10. 6-nı 1-ə 6. Və toplayırıq 12-də 25. Bu da bərabərdir D variantına. Deyir ifadənin qiymətini hesabla. Yine ortaq məxrəcə gətirməliyik. 14, 4 və 7-nin bizə lazımdır əkobları 28-dir bunların əkobu. Hər üçünə bölünən ən kiçik ədəd. Birinci kəsri 2-yə vuranda 14 eləyir. 28 eləyir daha doğrusu. Burada 7-yə vurmalıyıq. Burada isə 4-ə vurmalıyıq. Birincinin sürətini 2-yə vuruq 26. İkincinin sürətini 7-yə vuruq 7. Üçüncünün isə 4-ə vuruq 12. Bərabərdir. 28-də məxrəc olduğu kimi qalır. 26-dan 7 çıxanda 19. 19-dan 12 çıxanda 7. 28-də 7. Bu da hər ikisi 7-yə bölünür. İxtisar edirik. 4 dəfə düşür. Burada 1, 4-də 1. B variantı. Cəmi hesabla. Tamları toplayırıq 9-dan. Kəsir hissədə olduğu kimi qalır. 9-dan 3-də 1. D variantı. Fərqi hesabla. Deməli, bunun kəsir hissəsi də var deyə biz 8-dən bir tamın kəsir kimi ayırırıq. 8-dən 1-ini ayıranda 7 qalır. Və digərini bir tamı 8-də 8 kimi yazırıq. 7 tam 8-də 8-dən çıxırıq. 2 tam 8-də 5-i. Bu da eləyir 5 tam 8-də 3. Bu da A variantındadır. Cəmi hesablayın. Tamları toplayırıq. 5-dən 8, 13. Bunları ortaq məxrəcə gətiririk. Hər ikisinin ortaq məxrəc 6-dır. Birinci kəsir olduğu kimi qalır. Digərini 3-ə vururuq. Bu da eləyir 13 tam 6-da 4. İxtisar gedir 6 ilə 4 hər ikisi 4 oxşamadı. Hər ikisi 2-yə bölünür. Eləyir 13 tam 3-də 2. B variantı. İfadənin qiymətini hesablayın. Deməli, birinci gəlin toplamanı yerinə yetirək. 2 ilə 5-i toplayırıq. 7. Ortaq məxrəc bunlara 10'dur. Birinci kəsir olduğu kimi qalır. İkinci kəsiri 2-yə vuruq. Bu eləyir 7 tam 10'da 7. İndi bundan çıxmalıyıq. Bir tam 15'də 14, 15'də 4'üm. Deməli, bu çıxılsın 15'də 4. Bu da bərabərdir. 15 ilə 10'a ortaq məxrəc 30'dur. Deməli, birinci tamları çıxaq. 7-dən 1'i çıxaq. 6. Ortaq məxrəcə gətirək 30. Birinci kəsiri 3-ə vurmalıyıq 21. İkinci kəsiri 2-yə vurmalıyıq 8. Bu eləyir 6 tam 30'da 13. Burada deməli A variantı olur. Mağazaya gətirilən malın birinci gün 7-də 3'ünü, ikinci gün 8-də 3'ünü satdılar. 2 günə malın hansı hissəsi satıldı? Deməli toplamalıyıq. 7-də 3 ilə 8-də 3'ü. 7 ilə 8-ə ortaq məxrəc elə 56'dır. Bir-birinin hasilidir. Birinci kəsiri 8-ə vururuq. İkinci kəsiri 7-yə vururuq. Bu eləyir 24. Bu eləyir 21. Bu da bərabərdir 56-da 45'ə. Bu da C variantındadır. 8'ə baxırıq. Şagirdlər ŞHK-da, yəni şəm və hazır cavablar klubu. Bu çıxış üçün 5,6'da 5 saat vaxt sərf etdilər. Onlar bu vaxtın 1,3'də 1 saatını yolda oldular.
Şagirdlərin çıxışı neçə saat davam etmişdi? Cavabı onluq kəsirlə yazın. Əslində burada hələ ki onluq kəsir keçməmişik. Niyə bunu deyir? Bu şərti verdə bilmədim. Burada çıxmalıyıq. 5,6-da 5 saat vaxt sərf ediblər və bunun deyir ki 1,3-də 1-ni yolda olublar. Yolda olan vaxtda çıxsa qalacaq. Çıxışda sərf etdikləri zaman. 5-dən 1-in çıxırıq, damları çıxırıq 4. Ortaq məxrəc hər ikisinə 6-dır. Birinci kəsir olduğu kimi qalır. İkinci kəsiri 2-yə vururuq. Bu eləyir 4 dam 6-da 3. Deyir onluq kəsirlə yazın. Onluq kəsirlə yazmaq üçün deməli 4 tam qalır. 3-ü 6-ya bölürük. 0 tam düşür. 0 yazmırıq. Sonra 30'u bölürük 6-ya 5. 4 tam onda 5 edir cavab onluq kəsir şəklində. 9'a deyir 2 çəlləkdə 20 tam 2'də 1 litr maye var. Birinci çəlləkdə mayenin miqdarı 8 tam 5'də 2 litr olarsa, ikinci çəlləkdəki mayenin miqdarı birinci çəlləkdəkindən nə qədər çoxdur? Deməli, birinci çəlləyi bilirik, ikisini birlikdə bilirik. İkinci çəlləyi tapmaq üçün iki çəlləkdə olan mayədən birinci çəlləkdə olanı çıxırıq. Bərabərdir. 20'dən 8 çıxanda 12 tam. 2 ilə 5'in ortaq məxrəci 10'dur. Birinci kəsiri 5'ə vururuq 5. İkinci kəsiri 2'yə vururuq 4. Bu ilədir 12 tam 10'da 1. Bu ikinci çəlləkdə olan mayedir. İndi soruşur ki, ikinci çəlləkdəki mayenin miqdarı birinci çəlləkdəki mayenin miqdarından nə qədər çoxdur? Bu dəfə də bunlar çıxa bilmək üçün düzgün olmayan kəsrə çevirərik. Deməli 12 tam 10'da 1 bərabərdir. 10'u 12'ye 120 üstünə 1 121. 10'da 121'dən çıxmalıyıq. Bunu çevirsək düzgün olmayan kəsrə 5'i 8'i 40 üstünə 2 42. Bu da bərabərdir. Birinci kəsir olduğu kimi qalır. İkinci kəsiri 2'yə vurmalıyıq. Verir 84. Bundan bunu çıxanda qalır 10'da. Deməli 11'dən 4 7. 11'dən 8 3. Bunu da onluq kəsir kimi göstərsə 3 tam 10'da 7 edir cavab. Onda bir uyğunluğu müəyyən edin. Deməli A ilə B-nin cəmi 5 tam 30'da. Yəni biz A ilə B-ni toplamalıyıq. Başa düşdüm ki. Və cavablar hansındadırsa. Yox, toplamalı. Burada çıxma da var. Toplayaq görək hansında məsələn buradakı cavablar alınır. Məsələn 2 tam 4'də 1 ilə 3 tam 3'də 2'ni toplayaq. Tamları toplayanda 5 tam. Məxrəc, ortaq məxrəc 12'dir. Birinci kəsiri 3'ə vururuq, ikinci kəsiri 4'ə vururuq. Eləyir 5 tam 12'də 11. Aha, var burada. 1'ə uyğundur D. Sonra 2'də yoxlayaq. 1 tam 5'də 2. Üstə gəl 4 tam 6'da 1. 1 ilə 4'ü toplayırıq 5. 5 ilə 6'ya ortaq məxrəc 30'dur. Birinci kəsiri 6'ya vururuq 12. İkinci kəsiri isə 5'ə vururuq 5. Bu da eləyir 5 tam 30'da 17. Burada yazılıb. Deməli 2'yə uyğundur A. Sonra 3'dəkiləri toplayaq. 3 tam 18'də 5. Üstə gəl 7 tam 12'də 1. Tamları toplayırıq. 3 ilə 7 10. 18 ilə 12'nin ortaq məxrəci 36'dır. Birinci kəsiri 2'yə vururuq 10. İkinci kəsiri isə 3'ə vururuq 3. Və bunu toplayanda 10 tam 36'da 13. Bu da E-dədir. Deməli 3'ə də uyğundur E. Həmçinin bunlar çıxıbdır. B-dən A-nı çıxıbdır. Ona görə hər birində B-dən A-nı çıxacaq görək. Hansı cavab uyğundur? Düzgün olmayan kəsrə çevirək çıxaq. 3'ü 3'ə 9, 9'un üstünə 2, 11. 3'də 11'dən çıxmalıyıq. 4'ü 2'yə 8 üstünə 1, 9. 3 ilə 4'ün ortaq məxrəci 12'dir. Birinci kəsirim
4'e vuruq, ikinci kəsri 3'e vuruq. Birinci eləyir 44, ikinci eləyir 27. Bunlar da çıxanda 12'də 7, 17. Bunu da düzgün olmayan qarşı xətə də çeviririk. 1 tam 12'də 5. 1 tam 12'də 5 yoxdur burada. Deməli birincinin çıxmasının cavabı yoxdur. Onsuz 2 dənə çıxmanın cavabı var. Baxırıq ki, digərlərini çıxıb yoxlayırıq. B-də düzgün olmayan kəsrə çevirsək 6'nın 4'ə 24 üstünə 1 25. A-ya baxırıq 5'i 1'ə 5 üstünə 2 7 5'də 7. Bərabərdə 6 ilə 5'in ortaq məxrəci 30. Birinci kəsri 5'ə vururuq. 25'i 5'ə vuranda 125. 7'ni 6'ya vururuq. 42. Bu da edir 30'dan 3. 12'den 4 8. Bunu da buna böləndəm 2 tam 30'da 23. 2 tam 30'da 23 burada var. Deməli 2'yə uyğundur C. İndi üçüncünü də hesablayaq. Deməli 7 tam 12'də 1'i düzgün olmayan kəsir kimi göstərsə 12'nin 7'yə 84 üstünə 1 85 çıxılsın. 18'də 3'ə vuranda 54 üstünə 5 gələndə 54'ün üstünə 5 gələndə 59. Sonra 12 ilə 18'ə ortaq məxrəc 36'dır. Birinci kəsri 3'ə vurmalıyıq. Elir 255. İkinci kəsri isə 2'yə vurmalıyıq. Edir 118 və bunları çıxırıq 36'dan. 15'dən 8 7 4'dən 1 3. Bu da 1 137. 137'ni 36'ya bölsək 3 tam düşər. 3'ü 36'ya vuranda 108. 137'dən də 108 çıxanda 37'dən 8'in çıxırıq. 29. 3 tam 36'da 29. O da B'dədir. 3'ə də uyğundur B. İndi isə keçirik səhifə 109'a B variantına. Cəmi hesablayın. Ortaq məxrəc bunlara 6'dır. Birinci kəsri 2'yə vururuq. Tamamlayıcı vuruq 2'dir. Yəni məxrəci 2'yə vuranda 6 eləyir. Burada məxrəci 3'ə vuranda 6 eləyir. Digərini isə heç nəyə vurmuruq. 2, 3 və 1. Bu da edir 6'da 6. Sürətlə məxrəc bərabər olanda 1'ə bərabərdir. A variantı. İfadənin qiymətini hesablayın. 6, 2, 8'ə ortaq məxrəc 24'dür. 24. Birinci kəsri 4'ə vurarıq. İkincini 12'yə. Üçüncünü isə 3'ə. 4'ü 5'ə vuruq 20. 1'i 12'yə vuruq 12. 1'i 3'ə vuruq 3. Çıxırıq 24'də 8'dən 3 5. C variantı. Cəmi hesablayın. Tamları toplayırıq 12. Kəsirdə olduğu kimi qalır 12 tam 2'də 1. B variantı. Fərqi hesablayın. Burada isə ondan bir kəsiri ayırmalıyıq. Birini götürürük 9 tam qalır. Kəsirin məxrəci 7'dir. Ona görə 7'də 7 kimi götürürük. Və bundan çıxırıq 5 tam 7'də 3'ü. Bu da bərabərdir 4 tam 7'də 4. C variantı. Cəmi hesablayın. Tamları toplayırıq 2 ilə 7 9. 18 ilə 12'yə ortaq məxrəc 36'dır. 18'i 2'yə vuranda 36 eləyir. 12 ise 3'ə vuranda 36 eləyir. Ona görə sürətləri də buradakı ədədlərə vururuq. 14 və 15. Bu da bərabərdir 9'dan 36'da 29. Bu da A'dadır. İfadənin qiymətini hesablayın. Deməli, tamları hesablayaq. Ondan 9 çıxarıq 1. 1'in də üstünə 3 gələrik 4. Ortaq məxrəc kəsirlərə 16'dır. Birinci kəsri 4'ə. İkinci kəsri də 4'ə. Üçüncünü isə heç nəyə vurmuruq. Deməli 4 çıx 3'ü 4'ə 12. Üstə gəl 1. 4'dən 12 çıxmaq olmur. Bir tamın ayıracaq. Burada qalacaq 3 tam. Deməli 16'da 16 kimi ayırıq veririk buna. 16'da 20.
olur birinci kəsr, digərləri olduğu kimi qalır, bərabərdir. 3 tam 16-da 8 edir, 8 üstə 1, 9, 3 tam 16-da 9. O da D-dədir. 7-yə baxırıq. Məktəblilər birinci gün 4 tam 6-da 5 kilometr, ikinci gün birinci gündəkindən 1 tam 2-də 1 kilometr çox yol getdilər. Məktəblilər 2 günə nə qədər yol getdilər. Əvvəlcə ikinci gün getdikləri yolu taparıq. 4 tam 6-da 5 birinci gündür. İkinci gün deyir bundan 1 tam 2-də 1 kilometr çox. Tamları toplayırıq 4-dən 1, 5. Kəsirlərin ortaq məxrəci 6-dır. Birinci kəsir olduğu kimi qalır. İkinci kəsirin tamamlayıcı vuruğu 3'dür. 3'ə vururuq. Bu eləyir 5 tam 6'da 8. Şimdi 2 günü birlikte soruşduğuna göre birinci gün 4 tam 6'da 5. Üstə gəlirik ikinci gün getdiyini. 5 tam 6'da 8. 4 ilə 5'i toplayanda 9. 6 qalır. 5 ilə 8 toplayırıq 13. Bu düzgün olmayan kəsirdir. 13'ün içində 2'dən 6 var. 2'dən tamını ayırırıq. 9'a veririk. 11 tam. Qalıqda 1 qalır. Bunu da sürətdə yazırıq. O da A variantındadır. Boş şüşə qabın çəkisi 4'də 1 kiloqram. Bal ilə dolu çəkisi isə 8'dən 4'də 3 kiloqramdır. Balın çəkisi neçə kiloqramdır? Cavabı onluq kəsirlə yazın. Deməli, bal ilə dolu çəkisindən çıxacaq boş çəkini. 8 tam 4'də 3'dən çıxırıq 4'də 1'im. 8 olduğu kimi qalır. 4'də 3'dən 4'də 1 çıxanda qalır 4'də 2. 8 tam 4'də 2. Və deyir bunu onluq kəsirlə ifadə et. 8 tamı saxlayırıq. 2'ni 4'ə bölürük. 2 4'ə 0 tam düşür. 0 gətiririk yanına 24'ə bölürük 5. 8 tam 10'da 5 kiloqram. 9'a baxaq. Üçbucağın birinci tərəfi 3'dən 5'də 1 cm, ikinci tərəfi birincidən 10'da 3 cm qısa, üçüncü tərəfi isə ikincidən 2'də 1 cm uzundur. Üçbucağın perimetrini hesablayın. 3'dən 5'də 1'dən bunu çıxacaq çünki qısa deyir. Düzgün olmayan kəsirə çevirək, sonra çıxaq. 5'i 3'ü 15. Üstünə 1 16. 5'də 16'dan çıxırıq. 10'da 3'ü. Ortaq məxrəc birinci kəsiri 2'yə vuracaq. 32. İkinci kəsir olduğu kimi qalır. Oldu 10'da 29. Üçüncü tərəfi isə ikincidən, yəni bundan 2'də 1 cm uzundur. Bunun da üstünə 2'də 1 gəlir. 10'da 29. Üstə gəl 2'də 1. Ortaq məxrəc 10'dur elə. Birinci kəsir olduğu kimi qalır. İkinci kəsiri 5'ə vurmalıyıq 10 olması üçün. Bu da eləyir 10'da 34. Üçbucağın perimetrini soruşur. Bütün tərəfləri toplamalıyıq. Birinci tərəf 5'də 16. Üstə gəl. İkinci tərəf 10'da 29. Üstə gəl. Üçüncü tərəf 10'da 34. Ortaq məxrəc 10'dur. Birinci kəsir 2'yə vuruq 32. Digər kəsirlər olduğu kimi qalır. Qara eləyək ki seçilsin rəngim. 10 qalır yerində. 32 ilə 29 eləyəcək 61. Üstünə 34 gələndə 95. Bu da bərabərdir onluq kəsirlə deyir. 95 böləndə 9 dəfə qalıqda 1 qalır. 9 tam 10'da 5. Sonra uyğunluğu müəyyən edin. Hesablamalar aparmalıyıq. Uzun uzadı yenə. Toplayaq A-da 1'də 5 tam 7'də 2 ilə 7 tam 5'də 2'ni. Tamları toplayırıq 12. Ortaq məxrəc 35'dir. Birinci kəsiri 5'ə vurmalıyıq 10. İkinci kəsiri 7'yə vurmalıyıq 14. Və bunları toplayanda 12 tam 35'də. Bu da buradadır. Deməli 1'ə uyğundur B. Sonra keçək ikinciyə. İkincidəkiləri toplayaq. 3 tam 15'də 7.
Üstə gəl 5 tam 45-də 8 bərabərdir. Tamları toplayırıq 8. Kəsirlərin ortaq məxrəci 45-dir. Birinci kəsiri 3-ə vururuq 21. İkinci kəsir olduğu kimi qalır. Və bunları toplayanda 8 tam 45-də 29. Harada yazılıb bu? Heç harada yazılmayıb. Niyə yazılmayıb? 3 ilə 5 toplayanda 8-də 8 tamdan olan burada heç nə yoxdur. Ola bilər də cavabı yoxdur bəzən. Toplama kimi cavab yoxdur, çıxma kimi cavabı ola bilər. Çıxaq hətta 5 tam 45-də 8 çıxılsın 3 tam 15-də 7. 5-dən 3 çıxırıq 2. Ortaq məxrəc 45-dir. Birinci kəsir olduğu kimi qalır. İkinci kəsiri 3-ə vururuq. 8-dən 21 çıxmaq olmur. 2 tamdan birini ayırırıq. 1 tam qalır. 45-də 45 kimi buna veririk. Bu eləyir 45-də 53. 53-dən çıxırıq 21-i. Bu eləyir 1 tam 45-də 32. Baxın burada var. Deməli 2-yə uyğundur D. Sonra keçirik üçüncünü toplamağa. 2 tam 20-də 3. Üstə gəl 5 tam 15-də 7. Tamları toplayaq 7. Ortaq məxrəci 20 ilə 15-ə. 20 deyil, 40 deyil, 60-dır. Deməli 60-dır ortaq məxrəc. 20-ni 3-ə vuranda 60 edir, ona görə sürətində 3-ə vururuq. 15-i 4-ə vuranda 60 edir, ona görə sürətində 4-ə vururuq. Bu da eləyir 7 tam 60-da 9-dan 28 toplayanda 37. 7 tam 60-da 37. O da A-dadır. 3-ə uyğundur A. Bunları həmçinin indi çıxmalıyıq ki, görək orada düzgün cavablar var, yoxsa yoxdur. İkincini çıxmışıq, birincini çıxaq. B-dən çıxacaq 7 tam 5-də 2-dən. Çıxırıq 5 tam 7-də 2-ni. Bərabərdir 2 tam. Ortaq məxrəc 35-dir. Birincini 7-yə vuruq 14, ikincini 2-yə vuruq 10. Və bunları çıxanda 2 tam 35-də 4. Var. Baxın E. Deməli 1-ə həm də uyğundur E. İndi isə üçüncünü yoxlayaq. B-ni yazırıq. 5 tam 15-də 7. 5 tam 15-də 7 çıxılsın. 2 tam 20-də 3. Bərabərdir. 5-dən 2-ni çıxırıq 3. 15-dən 20-yə dediyi ortaq məxrəc 60-dır. Birinci kəsiri 4-ə vururuq. İkinci kəsiri 3-ə vururuq. Bu da bərabərdir. 3 tam 60-da 19-a. O da var C-də. Deməli 3-ə uyğundur, həm də C. Bəli, iki variantdakı sualları həll etdik. Ümid edirəm sizlər üçün faydalı oldu. Sağ olun, yeni videolarda görüşərik.